Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər, hörmətli Biləcəri Yeni Əmlak kanalının izləyiciləri. Bugün Biləcəri qəsəbəsində DSK yolunun mərkəzi hissəsindən, baxın, mərkəzi hissəsindən 20 metr istiqamətində 3 otaqlı, kürsülü bir həyət evimiz satışa çıxarılıb. Baxın, bu dayanacağı görürsünüz. 20 metr məsafə var. Dayanacaqdan 170 saylı marşrut 20 yanvar metrosuna, Biləcərinin xaricindən, daxilindən də 92 saylı marşrut, Avtovazar, Şamaxınka 20 yanvar metrosu və Memaricənin metrosuna gedir. Buyurun, evi sizə təqdim edim. Deməli, ev darvaza hissəsindən daxil oluruq. Harası 2,2 sotda tikilib ev. Bunun həyətidir, 3 maşın, 4 maşın arxa-arxaya dura bilir. Heç bir qonşu evinin pəncərəsi həyətə baxmır. Tam təmirli evdir və nəzərinizə çatdırım ki, evin tikildiyi torpağın 2007-ci il oktyabr 23-nə kimi verilmiş qanuni bələdiyyə qərarı var. Ev sahibi də Asan Xidmətdən arxiv arayışını götürüb. Bu bunun həyətidir, evin fasadı, xarici görünüşü. Və burada belə bir kladovkası var, baş tərəfdə kladovkası. Yəni 3 daş kürsüsü var, kombi sistemi var, cüt daşda tikilib. İndi isə daxil oluruq evin içərisinə. Bax, bu hissə istipoldur, bu bələdiyyədə. Yəni hol kimi istifadə olunacaq. Keçirik dəhlizə, onun dəhlizi. Sağ tərəfdə mətbəx, bax, kombi sistemi var. Pəncərələr işıqlı evdir. Yəni ki, tam oturmuş yaşayışlı bir ev olub, restavrasiya olunub. İndi isə keçirik zala. Belə bir 25 kvadratlıq zaldır. Pəncərələrə dəmir barmaqlıqlar vurulub. Çıxırıq, keçirik sanitar qovşağına. Sanitar qovşağı və keçirik ikinci otağa. Həyətə baxır bu otağın pəncərəsi. Bu da üçüncü otaq. Yəni təkrar edirəm ki, DSK yoluna 20 metr istiqamətində yerləşib. 3 otaqdır, arxiv arayışı var, bələdiyyə qərarı var. Evin start qiyməti 110.000 manat. 110.000 manat. Xahiş edirəm, Biləcəri Yeni Əmlak kanalına abunə olun, like edin, izləyin. Allah sizlərə ürəyinizdə arzuladığınız ev qismət və nəsib eləsin. Bu evin də müştərisi inşallah qarşısına çıxsın. İzlədiyinizə görə öz təşəkkürümü bildirirəm.